Çox danışmışıq ha, deyirlər xanım Zəhra salamullahi əleyha dedi ya Əli, məni nə vaxt dəfn edərsən? Gecə. Nə vaxt yuyarsan? Gecə. Niyə dedi gecə? Bəziləri ola bilsin mənasını. Niyə dedi gecə qusul verərsən? Çün yaralı idi, istəmirdi ağa yaraların görsün. Dedi məni gecə dəfn elə, gecə qusul ver, gecə yu ələ tut. Yaralarımı gör, gizlədirdi Həzrəti Əli əleyhissalam. O cür çətinliyin içində olan bir xanım görsənməyib ki, Həzrəti Əli bir dəfə evə daxil olanda üzüm bozartsın. Yazırlar, həmişə şad və xürrəm Həzrəti Zəhra salamullahi əleyha yaşayırdı. Və Əli əleyhissalamdan dəfələrlə eşitmişik ki, buyurardı, mən Həzrəti Zəhranın üzünə bir dəfə baxan kimi bütün qəm qüssəm gedərdi. İndi əgər Həzrəti Zəhranın üzündə təbəssüm olmasaydı, Həzrəti Əlinin qəm qüssəsi gedərdi. Deməli, Həzrəti Zəhra Əlini o qədər çətinliyin içərisində ailə başçısını, həyat yoldaşını elə qarşılayırdı ki, Həzrəti Əlinin bütün qəm qüssəsi aradan gedirdi. Xanımın mənəviyyatına baxın. O qədər çətinliyin içərisində, məsələn, bu qədər texnikanın içərisində mən deyim səbirliyəm, gəlsənə səbirli olmayasan. Səbirli də olmalısan da, bu qədər daha əzab-əziyyət gedib, çətinlik gedib, hər şey asanlaşıb. Oğul odur ki, qadın odur ki, 100 il bundan qabaq səbri bacarardı. Və bacarırdılar da, niyə? Çünki mənəviyyat sahibi idi. Böyük iman sahibi idi ona görə. İndikilərdə hamıya şamil deyil. Bir çoxunda, bəzilərində elə düşüb aşağı ki, xırda bir şeyin üstündə elə bir dənə söz-söhbət artıq boşanma həddinə çatır və yoxlayanda kökünü də görürsən elə çox ucuz şeylər, çox xırda şeylər. Nə var, bu üçün buna güzəşdə gedə bilərdi. Kişilər qan söhbətini yatızdırıblar, qan söhbətini. İndi bir dənə balaca bir dənə söhbəti yatızdırmaq olmur. Niyə? Mənəviyyat sahibi idilər, ona görə söz eşidirdilər. Fədakarlığı bacarırdılar, güzəşdə getməyi bacarırdılar. Amma indi bir dənə 5 manat, 3 manat pulun üstündə görürsən söhbəti yatızdırmaq olmur. Nə qədər baxırsan görürsən ki, biri-birini bıçaqladı, üzr istəyirəm, biri-birini öldürdü, nəyin üstündə? Bunları hamısı bilirsiniz nədən xəbər verir? İnsanlarda, cəmiyyətdə mənəviyyatın səviyyəsi düşüb aşağı. Ona görə hər şeyə bir qanun qoyurlar. Hədislər bilirsiniz nə buyurur? Hər şeyə qanun qoymaq lazım deyil. Mənəviyyat insanda yuxarı getsə, çox şeylər mənəviyyatla həll olur. İndi Avropanın özündə gətirir, verir uşağa nömrəni, deyir, atın səni vurdu, zəng elə polisə. Tutdur atı. Vay, nə günə gəlib çatıb. Anın sənə bir dənə acı söz dedi, bu mənim nömrəm. O gedib gələnlər danışırlar da. Bu mənim nömrəm. Zəng vur, hər şeyi hüquqla həll eləmək olmaz. Bəs mənəviyyat nə üçündür? Mənəviyyat düşüb aşağı hər şeyi qanunla həll eləyirlər. Hər şeyi hüquqla həll eləyirlər. Hər şeyi məhkəmə ilə həll eləyirlər. Doludur bu dəqiqə, amma gərək insanlarda mənəviyyat olsa, da görərsən hüquqa da çox ehtiyac olmaz. Məhkəmədə hakim oturar gözləyər ki, görən bir ixtilaflı adam gələcək mənim yanıma. O deyir, Mədiniyə, Peyğəmbərin Mədinə şəhərinə bir həkim göndərdilər. Dedilər ki, həkim, sən ged orada cəmaatı xəstələnəndə sağal. 1 il həkim oturdu, bir adam müraciət eləmədi ona. Sonra deyir, Peyğəmbərdən soruşdu ki, burada xəstələnən yoxdur, deyir, var. Deyir, nətər var, bu xəstələnən, deyir, Peyğəmbər buyurur ki, biz filan yeməklərimizə fikir veririk, ona görə xəstələnmirik biz. Yəni, indi ixtilafların sayı artıb, növbəyə dayanırlar, ixtilaflarda, baxır işə 3 aydan sonra, 5 aydan sonra. Deməli, bunun 3 aylıq, 5 aylıq əlində işi var. Nə qədər işlər. Bəzən mən özüm də belə insanlarla ünsiyyətdə olanda, danışıqda, deyir, vallah, biz özümüz də belə naçar qalırıq. Deyirik, yəni bunu, vallah, bir ağsaqqal sözü ilə həll eləmək olardı. Qəbul eləmirlər. Niyə? Mənəviyyat düşür aşağı.
Vallahi bunu bir iki nəfər yığılıb həll eləmək olardı. Hüquq mühafizə orqanı məsələn danışır, özü deyir. Deyir, bu nədir? Amma kökün səbəbini axtaraq, səbəbi vallah, billah budur. İnsanlarda səbr etmək, insanlarda mənəviyyat aşağı düşüb deyə fədakarlıq ruhiyyəsi ölüb. Güzəştə getmək ruhiyyəsi ölüb. Səbr etmək ruhiyyəsi ölüb. Hər cılız söhbətin üstündə durur, başlayır özü həmin o dediyim, əvvəldə dediyim o süni çətinliyi yaratmağa. Ona görə buyurur, ailədə əgər səbr olsa, insanlar bir-birinin çətinliyinə səbr eləsələr, söhbət həmin o maddi çətinlikdən gedir. Əlbəttə, başqa çətinliklər də var ki, o çətinliklərə səbr etmək, məsələn, biri-birinin pis əxlaqına səbr eləyə. Niyə Allah verir o savabı sənə? Allahın elə işi gücü qutarıb sənə mənə savab versin? Bəli, Allahın işi gücü elə savab verməkdir. Çox cılız, xırda bir əmələ. Allah elə savab verir. Niyə? Allah istəmir dağılsın. Allah istəmir ki, bəndə uçuruma geçsin. Allah istəyir ki, bu qədər savabı verməklə o savaba xatir bu bəlkə bu işdən əl çəkə. Bir-birinin pis əxlaqına səbr eləmək. Bir-birinin kobud danışığına səbr eləmək. Amma səbr yoxdur. Səbir yoxdur, nədir? Başlayır bu da səbirsizlik eləməyə, bir də görürsən, vurdu, dağıtdı, tökdü. Bilirsiniz, sonra da deyir, mən Quranda oxumuşam ki, yavaş-yavaş qutarıram söhbətimi. 34-cü ayədə, da bunu deməyəcəkdim, çünki söz gəldi qoy deyim. Quranda oxumuşam ki, Allah buyurub ki, vur. Var ha, var. Nisa surəsi 34-cü ayədə bir dənə söz var, buyurur, vadribuhunna. Vurun qadınları. Döyün, vurun qadınları. O hissəsini götürüb də qabağını oxumur. Qabağını oxumur. Deyir, əgər qorxduz ki, qadın tuğyan eləyə. Tuğyan eləyə, yəni sənin hökmündən çıxa. Sənin hökmündən çıxa, sən bir işlər görməlisən, o bir işlər görməlidir, vəzifəsini yerinə yetirmir və sənin hökmündən çıxır. Deyir, fə'iduhunna. Ona deyirlər naşizə qadın, naşizə. Ayədə də gəlib ha. Deyir, elə ki, onun naşizəliyindən qorxdunuz, tuğyanından qorxdunuz, sizə tabe olmadı. Otur evdə çıxdı. Belə elə, amma söhbət vacibi şeylərdən gedir. Ha? Məsələn, yemək bişir, çay gətir, paltar yu, bu şeylərdə qadın çıxsa, buna aid deyil. Söhbət o əsl haqq ki var, qadın-kişi münasibəti bir, ikincisi evdən çölə çıxmamaq, iki, burada qadın mütləq şəkildə ərinə tabe olmalıdır. Amma görür kişi yox, tabe olmur. Tabe olmur. Deyir, fə'iduhunna. Birincisi moizə elə. Deyir, nə qədər deyim? Nə qədər deyim? Deyir, qardaş, ayə deməyib, de. Deyib, moizə elə. Deməklə moizənin arasında fərq var. Moizə həm də əməli nümuniyə deyilir. Sən haçan əməldə nümunə oldun? Sən əməldə nümunə olmağı bacarmamısan? Deməkdə də təsir itib. Moizə elə, yəni məhəbbətlə. Sən demək fərq eləyir. Demək, sən Allah bilə necə demisən ki, əməl eləmir. Deməyin dərəcələri var. Allah Teala demir ki, qadına de. Deyir, qadını neynə? Moizə elə. Görün, sözü nə cür deyir Allah. Deyir, moizə elə. Moizənin içərisində bir məhəbbət yatıb. Bir mehribançılıq yatıb. Yəni, sözü kobud demə, sözü zorla demə. Sözü mən ağıyam, belə olmalıdır, bu cür demə. Sözü mehribançılıqlandır. Ona görə də qul sözündən istifadə eləmir Allah. Moizə sözündən istifadə edir. Və bir də moizə əməli nümuniyə də aiddir. Əməldə insan moizə eləyir. Heç nə demir, amma əməldə moizə eləyir. Əməldə çatdırır. Biri gəlmişdi mollanın yanına. Dedi, ailəm namaz qılmır evdə. Qılmırlar, uşaqlar filan. Dedi, moizə elə, dedi, eləyirəm. Dedi, hədiyyə al, dedi, alıram. Dedi, belə elə, dedi, eləyirəm. Dedi,
qılmırlar, deyir, yox. Hədiyyə də alıram, qılmırlar. Təşviq də eləyirəm, qılmırlar. Deyir, onda yaxşı belə elə də götür pencəyi, çıx evdən. Deyir, onu da eləmişəm. Nə olub, qılmırlar. Axırda molla fikirləşir, deyir ki, bunlar nə deyirlər axı qılmırlar? Deyir, mənə deyirlər, sən qıl, biz də qılaq. Sən qıl, biz də qılaq. Bu deyir, ayə demir ki, de. Deyir, moizə elə, yəni əməldə göstər. Əməldə göstərsən, təsiri olacaq. Sonra buyurur ki, olmadı, vəhcuruhunna fil mədaci'i. Yerüvi ayır, yatağı ayır. Bu da olmadı, genə tuğyan eləyir, vadribuhunna. Vur. Vur yəni nə? Tənbih elə. Risalələri açın, baxın. Deyir, vur, yəni necə vur? Elə vur ki, qan çıxmasın. Elə vur ki, göyərməsin. Elə vur, inciməsin. Kişi də baxır, deyir, dayı vurma da. Şəriətin hökmü var. Hədislərdə gəlib, o misvak çubuğu ki var, onunla elə vur ki, göyərməsin. İndi buna kim əməl eləyir? Namaz qılırıq da, oruç tuturuq da, məscidə gedirik də, buna kim əməl eləyir? O şey ki, yavaş-yavaş qutarıram sözümü, o şey ki, axırda olunmalıdır, onu saldırıq əvvələ. O şey ki, axırda olunmalıdır, onu əvvəldə eləyirik. Bir dənə çətinlikdə səbrimiz çatmır, başlayırıq axırda olunacaq şeyi əvvəldə eləməyə. Halbuki, o axırda olunacaq şeyin də şərti var ha. Qadın sənə tabi olmur, harda tabi olmur? O vurmaq oradadır. Harda tabi olmur? Sənə tabi olmalıdır ki, tabi olmur. O yerdə ki, tabi olmaq vacibdir orada. Yoxsa o yerdə ki, qadına tabi olmaq vacib deyil. Bəli, mənəvi haqq vəzifəsidir. Mənəviyyat tələb eləyir ki, tabi olsun. Gəlir bir qadın, qulaq asır, deyir ki, hə, şəriətdə, dində var ki, bu məsələlərdə çörək bişirmək, yemək vermək, paltar yumaq məsələlərində ərinə tabi olmaya bilər. Tutur əlində, deyir, hə, qutardı da, mən harada tabi olmalıyam? Ər-arvadlıq münasibətində, evdən çölə çıxmamaq münasibətində və yaxud da ərin malından icazəsiz istifadə eləmək məsələsində orada tabi olmalısan. Tabi olmalısan müstəhəbbi əməllərdə. Ər qadına deyir ki, oruç tutma, müstəhəbbi oruç tutma, müstəhəbbi namaz qılma. Çölə çıxma, filan yerə getmə, bəli, tabi olmalısan. Amma elə məsələlər var ki, qadın tabi olmamalıdır, olmaya bilər. Onu əldə əsas götürür, deyir, hə, bəs ay xanım, mənəviyyat hara getdi? Bəyaq axı dedi, hər şeyi hüquqla, qayda qanunla, şəriətlə yox. Bu din şəriətdən, hüquqdan ibarət deyil axı. Bunun bir əxlaq bölümü də var. Gəlir, sual verir. O qısa şalvarla, mayka ilə namaz qılmaq olar? Şəriətlə olar, olmaz? Olar, eybi yoxdur. Yəni, ayıb yerlər üz üstünə bağlandı. Hətta müstəhəbdir ki, göbəkdən dizə qədər bağlandı, o cür namaz qıla bilərsən. Yəni, məsələn, dənizə getdiyin paltarla namaz qıla bilərsən və namaz batıl deyil. Hə, qutardı, mənə bu lazımdır. Bəs axı bunun bu tərəfi var. Toya gedəndə bu cür gedirsən. Bir mömin qardaşın görüşünə gedəndə bu cür gedirsən. Hə? Yox. Amma Allahın görüşünə gələndə. Bəs mənəviyyat hara getdi? Bəs əxlaq hara getdi? Bax, həmin söhbətdir ya. Qadın da eşidir, filan şeylərdə tabi olmalıyam, filan şeylərdə tabi olmaya bilərəm. Qutardı, indi başlayır, heç belə deyildi ya. Sonra da gəlir, deyir ki, bu məscidə gedəndən gedənə, bu xanım əvvəl məscidə getmirdi, yaxşı idi. Amma bu məscidə gedəndən gedənə dəyişib, eşidir ki, belə, amma başa sərf eləyən tərəfi götürür də. Mənəviyyat belə deyildi. Bunun bu tərəfi də var ha. Qadın gəlir, deyir ki, bu kişi elə əvvəl yaxşı idi, məscidə gedib gələndən sonra başqa cür məndən danışır belə. Görüm, qabaq nə desəydim alardı. İndi gəlir, deyir ki, Həzrət Əli belə yaşayıb, sən də belə yaşamalısan. Qutardı, biz də belə yaşamalıyıq. İmkanı da var. Belə də gəlib deyənlər var. Yəni, belə şad oluruq biz, amma bunun bu tərəfi də var, əksi də var da dediyim sözün. Hər halda
çətinliyə səbr eləsə insan, ailə dəyəri yüksələr, təməli möhkəmləşər. Allah bizə qismət eləsin.